İsmail Qurbanov 44 günlük müharibədə şəhid olub. Onun qardaşının yoldaşı hamilə idi. Anası da, şəhidin anasını həkimlərə aparırdı. Orada uşağa demişlər ki, ürəyində problem var. Sonra onu həkimi, ginekologu sizə yönləndirmişdi ki, tam orada deyəcəklər nədir. O da gəlmişdi sizə, hansı ginekologu idi onu bilmədim. Gəlmişdi siz demişdiniz ki, 100% bu uşaq sapa-sağlamdır. Oldu. Uşaq sapa-sağlam olub, indi həmən şəhid İsmail Qurbanovun adını daşıyır. Əmsinin adını qoyublar, kopyadır uşaq əmsi də. Sapa-sağlam da uşaqdır. Mən o uşağı görmək istəyirəm. Mən şəklini açayım. Yaxşı. İmişlidən də o. İmişlidən də burada Binəqətdə yaşayırlar. O şəhid İmişli şəhididir. İmişli şəhididir bəli. Amma bura küçəyə adım veriblər. Burada böyüyüb. Uşaq vaxtı orada olub, sonra burada böyüyüb. Həmin uşağa demişlər 70% ölçüsü. Hə. Həmin xatırlayırsan? Xeyr, doktor. Həmin gözlərdə olmuş. Şükür Allah, çox sevindim. Təsirləndim bu şeydən, həqiqətən.